Hər vaxtınız xeyir olsun. Sabah olan hava haqqında məlumatı diqqətinizə çatdıraraq belə ki, bugün iyunun 28-də və iyunun 29-da olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz isə 28-33 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı və eyni zamanda şimşək çaxacağı gözlənilir. Hətta qısa müddətli leysan xarakterli yağışların olacağı da ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti olacaq. Dağlarda isə gecə 10-15 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.